Allah insanı bir neçə vasitə ilə ədəbləndirə bilər, başa sala bilər. Rivayətdə gəlir ki, yuxu ilə Allah insanı ədəbləndirə bilər, hidayət edə bilər. Yuxuda bir şey görə, Allah onu vasitə edə, onu hidayət edir. Quranda ayə vardır, ləhmul buşra fil həyatid dunya və fil axirə. Ələ innə avliya Allah la xafun aleyhim və lahum yəhsənun. Allahın övliyaları üçün, dostları üçün dünyada qəm, qüssə və hətta axirətdə yoxdur. Nə xavf var onlar üçün, qorxu vardır, nə də qəm, qüssə, hüzün. Sonra deyir, ləhmul buşra fil həyatid dunya fil axirə. Onlar üçün həm dünyada, həm də axirətdə bəşarətlər vardır. Sahabələr Peyğəmbərə dedilər ki, dünyadakı bəşarət bizim üçün sual yaradır. Axirətdəki bəşarəti bilmirik, orada cənnət vardır, orada cənnətin naz nemətləri vardır. Dünyada bəşarət nədən ibarətdir? Dünyadakı müjdə nədən ibarətdir? Peyğəmbər buyurdu, gördüyünüz yuxular. Əlbəttə, hər yuxu yox. Bəzi yuxular vardır, insana müjdə verir. Həzrəti Yusuf Peyğəmbər yuxuda gördü ki, İnni rəaytu əhədə əşərə kəvkəbən və şəmsə və qəmərə rəaytuhum li saatikin. 11 ulduz, ay günəşi gördüm ki, mənə səhid edirlər. Qala yadına gələ, əxsizə alə əxvətə, həyəki gülədir keyzə. Həzrəti Yaqub dedi ki, yuxunu qardaşlarına danışma. Səninlər evlə tədbir çökərlər. Bu yuxulardandır. Ya Həzrəti İbrahim gördü ki, Həzrəti İsmail'in başını getirir. Peyğəmbərdən soruşdular ki, biz hardan bilək yuxumuz düzdür? Hardan bizim yuxumuz düz ola bilər? Necə edək ki, yuxumuz düz olsun? Peyğəmbər buyurdu, əstəqukum hədisən, əhdətukum rəyə. Hər kəsin həyatda davranışığı, danışığı düz olarsa, onun yuxuları da düz olar. Kim düz danışarsa, hərfləri düz olarsa, yuxuları da düz olar. Əgər həyatında yalancısansa, həyat tərzin elədir ki, onu buna aldadırsan, günah eləyirsən, yuxuların da pərişan olar, yuxuların da çin olmaz. Yalan olur. Amma həyatında düzsənsə, Peyğəmbərlər başqa nəyə düzdülər, məsumdular, gördükləri yuxular da çin olur. Onlar yuxu kimi ona baxmırlar, həqiqət kimi baxırlar. Əstəqukum hədisən, əstəqukum rəviyyən. Hədis belədir. Sizin düz danışanınızın yuxusu da düz olar. Ən düz danışanınızın da yuxusu daha düz. Demək, düz olmalıdır ki, həyatda düz yaşamalıyız ki, yuxularımız düz olsun. Bir vasitə yuxudur. Allah insanı bir neçə vasitə ilə ədəbləndirə bilər, başa sala bilər. Rivayətdə gəlir ki, yuxu ilə Allah insanı ədəbləndirə bilər, hidayət edə bilər. Yuxuda bir şey görə, Allah onu vasitə edə, onu hidayət edir. Quranda ayə vardır, ləhmul buşra fil həyatid dunya və fil axirə. Ələ innə avliya Allah la xafun aleyhim və lahum yəhsənun. Allahın övliyaları üçün, dostları üçün dünyada qəm, qüssə və hətta axirətdə yoxdur. Nə xavf var onlar üçün, qorxu vardır, nə də qəm, qüssə, hüzün. Sonra deyir, ləhmul buşra fil həyatid dunya fil axirə. Onlar üçün həm dünyada, həm də axirətdə